Və aleykumussalam və rəhmətullahi və barakatuhu. Sualda soruşulur ki, Ramazan bayramını bəzi insanlar qara bayram adlandırır. Yəni, sanki bu hüzün günü kimi qeyd edirlər. Xeyr, yəni bunun şəriətdə heç bir əsası yoxdur. Bu bayram qara bayram deyil, müsəlmanların gözəl iki bayramlarından biridir. Və bunun bu cür adlandırılması doğru deyil. Yəni, şəriətə müxalifdir, İslam şəriətinə müxalifdir. Və bu günü xüsusiləşdirərək qəbirləri ziyarət etmək də bidətdir. Hətta kimsə desə ki, bu bizim örfümüzdəndir. İslamda örf kulliyən, yəni bütünlüklə inkar olunmur. Örf nə zaman inkar olunur? Əgər o örf şəriətin nassına, şəriətə müxalif olarsa və yaxud da Allah və Rasulunun əmr və qadağalarına müxalif olarsa, yəni, məsələn, şəriətdə gələn bir halal hökmü haram edərsə, haram hökmü halal edərsə və yaxud da şəriətin ümumi gətirdiyi bir şeyi xüsusiləşdirərsə, xüsusi gətirdiyi şeyi ümumiləşdirərsə və həmçinin onu da qeyd etmək olar ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində olan bəzi məsələlərə əlavə edərsə, məsələn, ibadət məsələlərinə əlavə edərsə və bu zaman adət, bu, yəni örf nə olur? Şəriət tərəfindən rədd olunur. Və bunun xaricində isə, yəni şəriətin nassına müxalif olmadığı təqdirdə, halal haram qoymayacaq təqdirdə, ümumini xüsusini ümumini etməyəcək təqdirdə örf, adət məsələsi icazəlidir, şəriətə müxalif olmadığı müddətcə. Və burada isə şəriətə müxaliflik, necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah və başqa alimlər qeyd ediblər ki, Ramazan günləri, bayramlarında qəbirləri xüsusiləşdirib ziyarət etmək, hansı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə buyurur? Qəbirləri ziyarət edin, onlar sizə ölümü xatırladır. Və qəbirləri ziyarət etmək ibadətdir. Sünnəyə əməl edirsən. Və bu ibadəti Allah Rasulü sallallahu aleyhi və səlləm xüsusiləşdirməyib. Nə də onun səhabələri xüsusiləşdirməyiblər. Hansısa bayram günlərində və yaxud da digər günlərdə xüsusiləşdirib qəbirləri xüsusi günlər edib ziyarət etməyiblər. Və ona görə də baxırıq ki, bu örfün əsli hara qayıdır? Dediyimiz kimi, hansı ki, o ümumini qəbirləri ziyarət etmək ümumidir, istənilən vaxt ziyarət etmək olar. Və bu ümumini xüsusiləşdirir. Sənə deyir ki, bayram günündə ziyarət et və qara bayram adlandır və s. Və şəriətə müxalif olduğu üçün bu qayda etibarı ilə bu örf qəbul olunmur. Və bu örf nədir? Alimlər necə ki, sələflər buyurur ki, bu örf bidətdir. Və bunu etmək icazəli deyil. Həmçinin bu örf baxsan ki, insanları israfa, malın israfına aparır. Və örf malın israfına və yaxud da ki, insanları məşəqqətə salacaq şey olmamalıdır. İnsanları çətinlik gətirəcək və malı israf edəcək şeylərdən olmamalıdır. Və burada da görürük ki, malın israfı var. Necə? İnsanlar şirniyyat pişirirlər.